Kosmosda uçan Voyager 1 cihazı. Bir gün bütün şəhərlər sükuta qərq olacaq. Tikdiyimiz nəhəng binalar çökəcək, okeanlar quruyacaq və dünya bizi tamamilə unudacaq. Amma uzaqlarda zülmət qaranlığın içində bir şey hələ də yolunu davam edəcək. Voyager 1. O bəşəriyyətin sonuncu şahididir. Hazırda bizdən 24 milyar kilometr uzaqda ulduzlar arası boşluqda süzülür. Gövdəsində isə bir xəzinə. Qızıl val daşıyır. Əgər bir gün kənar sivilizasiyalar bu cihazı tapsalar, bizim kim olduğumuzu bilsinlər deyə ora ən gözəl səslərimizi qoymuşuq. Və ən qürurverici, o milyarlarla illik yolculuğun içində bizim də səsimiz var. Kamil Cəlilovun ifasında Azərbaycan muğamı. Bəşəriyyət yox olandan çox-çox sonra belə muğamımızın sədaları kainatın dərinliklərində bizim adımızdan səyahətini sürdürəcək. Bəzən ən kiçik izlər, ən böyük sivilizasiyalar daha uzun ömürlü olur. Biz unudulsaq da ruhumuz və musiqimiz ulduzlardadır.